Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 7-ci sinif mövzusu olan müxtəsər və düsturların tətbiqi mövzusunun izahına baxacağıq uşaqlar. Artıq biz müxtəsər və düsturları haqqında ümumi məlumatları əldə etmişik. Və burada da uşaqlar bu mövzuda da biz artıq bu əldə etdiyimiz bilikləri tətbiq etməyi öyrənməliyik uşaqlar. Gəlin birinci sualdan elə başlayalım. Misal nömrə 1-in A variantından başlayır uşaqlar. Baxın uşaqlar, biz belə suallar verildiyi zaman nə edirdik? Biz burada belə bir qaydamız var idi ki, biz 108 ilə 92-ni toplayırdıq. Burada eləcə 200, 202-yə böldüm 100. Deməli uşaqlar, bunların ortaq vurğu 100-dür. Yəni belə yazmalıyım. Baxın 100 üstəgəl 8 və bir də 100 çıxılsın 8 şəklində olmalıdır. Burada nə olur aşağılar? 100-ün kvadrat çıxılsın 8-in kvadrat şəklində olacaq uşaqlar. Aha, bu da belə. Sonra gəldik məsələn ikinci B variantına baxsaq uşaqlar. Burada da bu ikisini toplasaq nə olar? Gəlin buradan yazalım. Toplasaq bunları. 94, burası 0, 0, 2 oldu uşaqlar. 2-ni də bilirsən 1, 2-ni də 2-yə bölsən 1. Deməli uşaqlar, baxın bunu mən 1 çıxılsın 0-dan %6. Bunu da uşaqlar 1 üstəgəlsin 0-dan %6 yaza bilərəm. Onda nə olur? Burada 1-in kvadrat çıxılsın 0-dan %6-nın kvadrat şəklində yazmaq olar. Məsələn, C variantından baxsaq uşaqlar, burada da yenə biz bunları toplasaq uşaqlar, yenə 2 alacaq cavabı. Yenə 2-ni də 2-yə bölsən 1. Yəni 1 üstə gəlsin 0-dan %9 və yaxud da 1 çıxılsın 0-dan %9 şəklini alacaq. Burada da 1-in kvadrat çıxılsın 0-dan %9-un kvadrat şəklini alır uşaqlar. Gəlib D variantına. D variantında uşaqlar, baxın, bunlar bir-birinə vursaq 2000 alınacaq. 2000 də 2-yə bölsən 1000. Yəni biz ədədi ortasını tapırıq da uşaqlar. Onda nə olacaq? Bu olacaq uşaqlar. Baxın 1000 üstə gəlsin 5. Bu da olacaq 1000 çıxılsın 5. Nə oldu? 1000'in kvadratı çıxılsın 5'in kvadrat şəklini alacaq uşaqlar. Gəldi uşaqlar ikinci suala. İkinci sualda baxın, buradakı çoxhəddi şəklində yazın. Biz burada uşaqlar baxın kimi görürük ki, bu bir müxtəsər vurma düsturudur. Hansı müxtəsər vurma düsturudur uşaqlar bu? Bu təbii ki A kvadratı minus B kvadratı. Yəni baxın A minus B, A üstəgəl B-nin açılışıdır uşaqlar. Yəni mən burada A kvadratı çıxılsın B kvadratı kimi yazmalıyam. Gəlin bu düsturu tətbiq edən uşaqlar. Baxın 2'nin A variantına. Burada nə yazır? 2y olduğu kimi saxlayıram. Bunun baxın y-ın kvadratının kvadratı çıxılsın 4'ün kvadratı. Yəni 2y vurulsun y üstü 4 çıxılsın 16'ya. Biz bunu vurub başsa uşaqlar olacaq buradan 2y üstü 5 çıxılsın 32 y şəklini alacaq uşaqlar. Baxsaq B variantında da uşaqlar baxın. Bu ikisi bizə yenə bu müxtəsər vurma düsturunu verəcək uşaqlar B variantında. Elə deyilmi? Baxın nə yazacaq? 1'in kvadratı çıxılsın B kubunun kvadratı və bir də 1 üstə gəlsin B üstü 6 olacaq. Buradan 1 çıxılsın B üstü 6 və bir də 1 üstə gəlsin B üstü 6 şəklini alacaq. Və bu da yenə də bizə bu müxtəsər vurma düsturunu verdiyinə görə 1'in kvadratı çıxılsın B üstü 6'nın kvadratı olacaq. Yəni 1 çıxılsın B üstü 12 şəklini alacaq uşaqlar. Sonra baxın gələcək C variantına uşaqlar. Baxın C variantında da bunların yeri dəyişdirib olsun uşaqlar. Biz yazarıq baxın mənfi x. Mən bu 3x çıxılsın x-in kvadratı bu belə. Bunların da yerini dəyişə bilərəm. Toplamların yerini dəyişsə cəm dəyişməz. Uşaqlar baxın. Bu hissədə belə yazsa bu da yenə də bizə o müxtəsər vurma düsturunu verir uşaqlar. Və yuxarıda bu qeyd etdiyim müxtəsər vurma düsturu. Ona mən yazacağım ki mənfi x bərabərdir 3x-in kvadratı çıxılsın x kvadratının kvadratı. Onda buradan mənfi x vurulsun. 9x kvadratı çıxılsın x üstü 4 olacaq. Mən bunu vursam mənfi 9x-in kubu üstə gəlsin x üstü 5 şəklini alacaq uşaqlar. D variantına baxsaq, yenə də baxın uşaqlar bu ikisi yenə bizə müxtəsər vurma düsturunu verəcək. Yəni A üstü 4'ün kvadratı çıxılsın 5'in kvadratı və bir də A üstü 8 üstə gəlsin 25 şəklini alacaq. Bu elədir A üstü 8 çıxılsın 25 və bir də A üstü 8 üstə gəlsin 25. Yenə də bu müxtəsər vurma düsturunu verdiyinə görə A üstü 8'in kvadratı çıxılsın 25'in kvadratı. Bu da nə olacaq uşaqlar? A üstü 16 çıxılsın 625 şəklini alacaq uşaqlar. Bu da belə. Gəldik 3-cü suala. Uşaqlar baxın, yenə də 3-cü sualda yenə biz bu
bu düsturlardan istifadə etməmiz lazım. Uşaqlar baxın, burada yenə də baxın eyni düsturdur uşaqlar. Nə yaza bilərəm 3-ün A variantında? Deyərəm ki, birincinin kvadratı çıxılsın, ikincinin kvadratı çıxılsın. İndi bunu buna vurmalıyam, bunu da buna çıxılsın. A üstə gəlinsin, bir şəklini alacaq uşaqlar. Baxın, burada A kvadrat çıxılsın 1, çıx A plus 1 olacaq. Bu 1 ilə bu getdi. Nə qaldı burada? A kvadrat çıxılsın. A şəklini alacaq uşaqlar. İfadəni sadələşdirdik və bu şəkildə də etdik. Sonra gəldi uşaqlar, baxın burada. Görürsünüz uşaqlar, baxın hər ikisi müxtəsər vurma düsturudur. B variantı nə yaza bilərəm? Yazaram ki, y-ın kvadratı çıxılsın 7-nin kvadratı. Üstə gəlinsin y-ın kvadratı çıxılsın 5-in kvadratına. Yəni y kvadrat çıxılsın 49. Üstə gəlinsin y kvadrat çıxılsın 25. Y kvadratdan y kvadratını toplayaram. 2y-ın kvadratı mənfi 49-dan da 25 çıxanda elədi mənfi 74 olacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. C variantına baxsaq, C variantında da uşaqlar, baxın, bu bizə müxtəsər vurma düsturunu verəcək. Yəni x kvadrat çıxılsın 3-ün kvadratı. Yəni burada neçə? 9. Bir də üstə gəlinsin. X-i 6-ya vuranda 6x, x-i də mənfi x-ə vuranda mənfi x-in kvadratı. Bununla bu islah oldu uşaqlar. Mənfi 9 üstə gəlinsin. 6x şəklini alacaq uşaqlar. Gəldik D variantına. Baxın, D variantında da B ilə eynidir uşaqlar. Bu ikisi bizə müxtəsər vurma düsturu, bu ikisi də bizə müxtəsər vurma düsturu verəcək uşaqlar. Sadəcə burada baxın yerlərini dəyişə bilərəm. Mən bunu baxın M üstə gəl 4 yaza bilərəm uşaqlar. Çünki toplanan yerini dəyişsəm cəm dəyişməz. Burada nə olur? M kvadrat çıxılsın 4-ün kvadratı çıxılsın. Bu mənfiyə görə bunu mötərizədə yazacağam. M kvadrat çıxılsın 8-in kvadratı. İndi gəlin mötərizələri açacağım. M kvadrat çıxılsın 16. Çıxılsın M kvadrat üstə gəlinsin 64. Bununla bu getdi. Mənfi 16 üzrə 64 gəlində müsbət 48 şəklində olacaq uşaqlar cavabımız. Sonra gəldik 4-cü suala. 4-cü sualda da uşaqlar, yenə də baxın, biz burada müxtəsər vurma düsturlarını tətbiq etməliyik. Misal nömrə 4. A variantından başlayalım. Uşaqlar baxın, yenə də baxın, deyir ki, ifadənin qiymətinin dəyişəndən asılı olmadığını göstərin deyir. Yəni dəyişən A getməlidir, yəni 0 olmalı. Şöyle bakın, bu da bizə bayaq dediyimiz müxtəsər vurma düsturudur. Bu da. Nə yazmalıyam? A kvadratı minus 10'un kvadratı çıxılsın. A kvadratı minus 12'nin kvadratına. A kvadratı minus 100 çıxılsın. A kvadratı üstə gəlinsin 144 olacaq. Bununla bu getdi. Mənfi 100'ün üstə də 144 gəlində 44. Həqiqətən də baxın aşağılar A-dan asılı deyil aşağılar. Bu şəkildə olacaq. Burada uşaqlar baxın, bu da müxtəsər vurma düsturudur, bu da. Bu da sadəcə bunların yerini dəyişə bilərik uşaqlar toplama olduğunu. Bu nə olur? Y kvadrat çıxılsın 8'də 3'ün kvadratı. Üstə gəlinsin 4'də 3'ün kvadratı çıxılsın Y-ın kvadratı. Hə, bunlar getdi uşaqlar. Nə qaldı burada? Mənfi 64'də 9, üstə gəlinsin 16'da 9. Mən burada ortaq məxrəclərini bərabərləşdirsəm, bunların hər birini 4'ə vursam, nə olacaq uşaqlar? Mənfi 64'də 9, üstə gəlinsin 64'də 36'ya. Bu da elədi 64'də. Neçə elədi uşaqlar? Bu 27 şəklini alacaq uşaqlar. Bu da B ilə. Gəldik nəyə? 5-ci suala. Deyir ki, çox ədəyə çevirin. Uşaqlar, bax, bu da yenə eyni düsturdur. Baxın, bizə bu şəkildə verilib bu düstur. Biz bunu nəyə gətirməliyik? Bu şəkilə gətirməliyik. Necə gətirməliyik uşaqlar? Baxın, görürsünüz, fərz elə bu bir A-dır səndə, bu B-dir. Bura bir A-dır, burada B-dir. Görürsünüz, A topla B, A minus B. Yəni mən 5'in A variantını yazmaq istəsəm uşaqlar, necə yazmalıyıq? 5'in A variantı. Deməliyik ki, baxın, x üstə gəlsin, y-ın kvadratı çıxılsın 1'in kvadratı. Bunu da vurub açarıq uşaqlar. X kvadratı üstə gəl 2x y və üstə gəlsin 1, çıxılsın 1. Bununla bu getdi. X kvadrat üstə gəlinsin 2x y şəklində olacaq. Sonra gəldik bura. Burada uşaqlar baxın yenə bax fərz edin, bura bir A-dır, burada bir B-dir. Düsturlara görə deyirəm. Bax bura bir A, burada bir B-dir. Düstur necə olacaq? Olacaq A minus B'nin kvadratı çıxılsın 3'ün kvadratı. Yəni A kvadratı minus 2AB üstə gəlsin B kvadratı çıxılsın 9 şəklini almalıdır uşaqlar. Gəldik bura. Bura baxın uşaqlar. Baxın, burada toplama var. Bu çıxma, burada toplama. Elə olmalıdır da. Fərz edin, bu A, bu B. Bu A, bu B. Nə olacaq?
C variantında m plus n'in kvadratı çıxılsın 2'nin kvadratı. M kvadratı üstə gəlsin 2mn, üstə gəlsin n kvadratı çıxılsın 4 şəklini alacaq uşaqlar. Belə. Uşaqlar baxın burada biz nəyin yerini dəyişməliyik? Bunların yerini dəyişməliyik. Baxın uşaqlar D variantını belə yazmalıyam. C üstə gəl 4 çıxılsın 3D. C üstə gəlsin 4, üstə gəlinsin 3D olacaq uşaqlar. Bu bir fərz ilə A, bura bu B. Bura bir A, burada bir B olacaq. Buradan C üstə gəlsin 4'ün kvadratı çıxılsın 3D'nin kvadratına. C kvadratı üstə gəlinsin 8C üstə gəl 16 çıxılsın 9D kvadratı şəklini alacaq uşaqlar. Baxın, bu da oldu bizdə bu şəkildə. Sonra gəldik 6-cı suala. Bizə deyir ki, tənliyi həll et. Tənliyi necə həll etməliyik uşaqlar? Təbii ki, sadələşdirməliyik muxtasarlama düsturlarına görə. Sonradan da cavabını tapmalıyıq. Artıq burada konkret bir cavab alınmalıdır. Bunu yazacağım. X'in kvadratı çıxılsın 14x üstə gəlsin 49 üstə gəlsin 3. Bu da uşaqlar baxın, bayaqdan dediyimiz muxtasarlama düsturu olduğuna görə x kvadratı minus 4 olacaq. Bu x'dən bu getdi. Mənfi 14x bərabər mənfi 4 çıxılsın 3 çıxılsın 49 olacaq. Mənfi 14x bərabərdir. Neçədir buradan? Mənfi 56 eləyəcək. Buradan x də bərabərdir. Müsbət 4 olacaq uşaqlar. Aha, gəldik buna. B variantına baxırıq. 6'nın B variantına deyir ki, baxın burada birincinin kvadratı 25x'in kvadratı, birinciden ikincinin hasilinin 2 misli 10x, üstə gəlsin 1. Sonra burada çıxılsın 1, üstə gəlsin 3x'in kvadratı. Hələ deyil mi uşaqlar? Yox, mən çaşdırdım, üzrü sayın. Bu kvadratı görmüşəm. Bu 1'ə vuranda zaten bu mütərizə yazmalıyam. 1 çıxılsın 6x, üstə gəlsin 9x'in kvadratı bərabərdir 16x kvadratı çıxılsın 48x olacaq uşaqlar. İndi gəlin bunu sadələşdirsək 25x'in kvadratı çıxılsın 10x, üstə gəl 1 çıxılsın 1, üstə gəlsin 6x, çıxılsın 9x, çıxılsın 16x, bura keçirəm uşaqlar, çıxılsın üstə gəlsin 48 bərabər 0. Baxın uşaqlar, bu 25'ten 9 çıxanda 16, 16'dan 16 çıxanda 0 eləyəcək uşaqlar, getdi. Sonra mənfi 10'un üstünə 6 gəlsə mənfi 4x, bununla bu getdi uşaqlar, bərabərdir mənfi 48'ə. Buradan da x də bərabər nə oldu? 12 şəklini alacaq uşaqlar. Bu da belə. Gəldi uşaqlar biz 7-ci suala. Baxın, yenə də uşaqlar müxtasarlama düsturlarıdır. İndi bizə, baxın, bayaqdan eyni düsturu işləyirik. Baxın uşaqlar, indi bizə bu şəkildə verilib uşaqlar. Biz bunu hansı şəklə gətirməliyik? Bu şəklə gətirməliyik. Necə? Mən 9 yazaram 3'ün kvadratı. Bunu yazaram AB-nin kvadratı. Ona nə olar uşaqlar? 3 çıx AB və bir də 3 üstə gəlinsin AB şəklini alır. Məsələn, B variantına baxsaq uşaqlar. B variantında baxın, mən bunu yazaram ki 2m n kvadratının kvadratı çıxılsın 3'ün kvadratı olacaq. Burada nə oldu? 2m'nin kvadratı çıxılsın 3 və bir də 2m'nin kvadratı üstə gəlinsin 3 şəklini alacaq uşaqlar. C variantına baxsaq, C variantına. Bu 0,3 y üstü 3'ün kvadratı çıxılsın 0,7 x'in nəyi kvadratı? Nə olurdu buradan? 0,3 y çıxılsın 0,5 x və bir də 0,3 y-ın kubu üstə gəlsin 0,7 x olacaq uşaqlar. Belə. Sonra gəldik D variantına. D variantında da uşaqlar bunu yazacağım 1/1 p kvadratının kvadratı çıxılsın 1'in kvadratı. Burada nə oldu uşaqlar? 1/1 p kvadrat çıxılsın 1 və bir də 1/1 p kvadratı üstə gəlinsin bir şəklini alacaq uşaqlar. Gəldi F variantına. F'də isə 0,1 AB'nin kubunun kvadratı çıxılsın 0,4'ün kvadratı olacaq. Bu da nə olur aşağılar? 0,1 AB'nin kubu çıxılsın 0,4 və bir də 0,1 AB'nin kubu üstə gəlsin 0,4 şəklini alacaq uşaqlar. Bu da belə. Gəldik G variantına. G variantına mən bunu yazacağım 9'da 16 x üstü 4 çıxılsın
16, 9, y üstü 2. Ne olacak uşaqlar? Bu olacaq 3'te 4 x kvadratının kvadratı çıxılsın. 4'te 3 y'ın kvadratı. Ne oldu burada? 3'te 4 x kvadratı minus 4'te 3 y ve bir de 3'te 4 x kvadratı üste gəlinsin. 4'te 3 y şəklini alacaq uşaqlar. Bu da belə. Gəldi uşaqlar 8-ci suala. 8-ci suala. Bizə deyək ki, ifadənin qiymətini tapın deyir uşaqlar. Bu da maraqlı bir sualdır. Burada biz təbii ki, müxtəsarlama düsturundan istifadə etməliyik uşaqlar. Baxın 8-in A variantı. Nə etməliyik uşaqlar? Bir toplama, bir çıxma. 38 çıxılsın 17. 38 üstə gəlinsin 17. 72 çıxılsın 16. 72 üstə gəlinsin 16 şəklini alacaq. Buradan 1, 21 bu olacaq uşaqlar. Vuranda 5, 55 olacaq bu. Buradan çıxanda neçə elədi uşaqlar? 6, 56 mı? 56 bu elədi. Bunları da toplayanda neçə elədi? 8, 88 şəklində olacaq. Baxın uşaqlar, bununla bu gedəcək. Bura 4 düşəcək. Baxaq görə biz nəyi səhv eləmədik ki, burada çıxanda 56 toplayanda da 55 olsun. Baxın, burada eləyəcək. Bura 55. Bununla buna vuranda 4. Təbii ki, x alınmayacaq. 4, 20, 22. Bu şəkildə olacaq uşaqlar. Baxın. Gəldik məsələn B variantına. B variantında da nə yazmalıyıq? 518 çıxılsın 482 və bir də 518 üstə gəlsin 482 bölünsün 360. Burada uşaqlar baxın bunu 360 olduğu kimi qalır. Bunlar çıxdığımız zaman 6, 3, 36 elədir, değil mi? Burada toplasaq uşaqlar 0, 0, 1000 elədi. Baxın bu sıfırdan bu sıfır gedəcək, bundan bu gedəcək. Cavabımız qaldı 100. 100 olacaq uşaqlar. Gəldik C variantına. C variantında da biz deyəcəyik ki uşaqlar. Baxın bir toplama bir çıxma. 39,5 çıxılsın 3,5'ə. Və bir də 39,5 üstə gəlsin 3,5. Buradan da 57,5 çıxılsın 14,5 və bir də 57,5 üstə gəlinsin 14,5 şəklində olacaq. Bunlar çıxdığımız zaman uşaqlar buradan elədi 36 vurulsun 0 43 eləyəcək uşaqlar. Bu da 43 elədi. Bunlar çıxdığımız zaman 57'den 14 çıxsaq burada 43 elədi. Bunları topladığımız zaman 0 oradan 71 bu da 72 elədi uşaqlar. Bununla bu getdi. Bununla da bu gedə bura 2 buralara 1 düşdü uşaqlar. Yəni cavabımız elədi 2-də 1 şəklini alacaq uşaqlar. Gəldik sonra D variantına. D variantında da baxın uşaqlar. Baxın bu məxrəc. Bu düsturdur. Baxın uşaqlar. 2AB üstə gəlsin B kvadratının düsturu. Onu necə yazırdıq uşaqlar? A çıx B'nin kvadratı. Yəni mən yazacağım ki 92 çıxılsın 88'in kvadratıdır bu. Bu isə uşaqlar 52 çıxılsın 48 və bir də 52 üstə gəlsin 48 olur. Yəni burada bundan bunu çıxanda 4'ün kvadratı. Burada 4 vurulsun 100 olacaq uşaqlar. Baxın mən bunu 4 vur 100. Bunu 4 vurulsun 4 yazın. Bundan bu gedər. Bundan da bu. Neçə cavabımız 25 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra deyək ki uşaqlar baxın vuruqlara ayırın. Vuruqlara ayırın dediyinə görə uşaqlar baxın biz burada bu düsturdan istifadə etməliyik. Bax yenə də. Görürsünüz bayaqdan ancaq demək olar ki bu düsturdan istifadə edilir. Burada nədir? Vuruqlar bu şəkildə ayrılmalıdır da vuruqlar uşaqlar mütərizədə olmalıdır. Əla. Keçəlim baxaq görək nə deyir burada. Baxın 9'un A variantına baxırıq. Yəni baxın uşaqlar mən burada x minus 3'ün kvadratı çıxılsın 3'ün kvadratı yazaram. X minus 3 çıx 3 və bir də x minus 3 üstə gəlinsin 3 olacaq. Bununla bu gedəcək. Buradan da x minus 6 bir də vurulsun x şəklini alacaq. Sonra gəldik buna. B variantında isə belə yazmaq. 2x çıxılsın 1 çıxılsın 5x çıxılsın 2 olacaq. Mənfi işarə dəyişəcək. 2x minus 1 üstə gəlinsin 5x üstə gəlinsin 2 olacaq uşaqlar.
Burada ne oldu? Mənfi 3 çıxılsın 3 olacaq. Elə değil mi? Burada da 7x üstə gəlsin 1 şəklində olacaq uşaqlar. Baxın, vuruqları ayırdıq. Buradan biz 81'i 9'un kvadratı kimi yazsaq C variantında. Olacaq 9 çıxılsın A çıx 4. 9 üstə gəlinsin A. Üstə gəlinsin 4 şəklində olacaq uşaqlar. Burada da 5 minus A. 13 plus A şəklini alacaq uşaqlar. Məsələn, burada baxın aşağılar. Mən bu 9'u, bu D variantını və 3'ün kvadratı yaza bilərəm. Yəni 3 vurulsun. 5 üstə gəlib 1'in mötərizə xarici kvadrat çıxılsın. 2'nin kvadratı yazaram. Nə olur aşağılar? 3 vurulsun. 5 üstə gəlib 1 çıxılsın 2'yə. Və bir də 3 vurulsun. 5 üstə gəlsin 1. Üstə gəlinsin 2'yə. Nə oldu buradan? 3B üstə gəl 3 çıxılsın 2'yə. 3B üstə gəlsin 3, üstə gəlinsin 2'yə. Yəni 3B üstə gəl 1 və bir də 3B üstə gəlinsin 5 şəklini alacaq uşaqlar. Keçək uşaqlar 10-cu suala. 10-cu sualda deyir ki, uşaqlar bizə ifadəni sadələşdirin və qiymətini tapın deyir. Uşaqlar birinci daha bax, uşaqlar neyini götürüb bu ədədləri yerinə yazıb hesablıyor. Yox uşaqlar, bax, birinci sadələşdirin deyir. Gəlin birinci sadələşdirək. Bunun kvadratı üstədir. Nə olur? Birincinin kvadratı. 10-cu sual deyim. Onun A variantına baxırıq uşaqlar. Baxın, birincinin kvadratı 9A kvadratı. Sonra birincinin ikincinin hasilinin 2 misli. 12AB və bir də ikincinin kvadratı. Nə oldu? 4B'nin kvadratı. Çıxılsın, mötərizədə yazacağım. Birincinin kvadratı 4'e kvadratı çıxılsın 4AB və bir də üstə gəlsin B'nin kvadratı şəklində olacaq. 9A kvadratı çıxılsın 12AB üstə gəlsin 4B'nin kvadratı oldu. Sonra çıxılsın 4A'nın kvadratı üstə gəlsin 4AB və bir də çıxılsın B'nin kvadratı. Bundan bunu çıxanda 5A kvadratı, bu ilə də bunu çıxanda mənfi 8AB, bundan da bunun üstüne 3B kvadrat şəklində olacaq uşaqlar. Bu da belə. İndi biz indi uşaqlar gəlin biz bunları necə yazalım? Onu kəsir kimi yazsaq yaxşı olar. Əməlli başlı mən deyim daha çox tez sadələşər deyə daha belə baxıram ki, yaxşı sadələşmədi də bu. Yenə də belə uzun bir şeylər alındı uşaqlar. Baxaq görə nə edə bilərik? Bunu %35 kimi yazsaq nəsə olar mı bizə? Çox böyük ədədlər alınacaq. Niyə bəs? Baxın görün mən nəyi səhv eləmədim ki burada. Düz yazmışam əslində. Niyə bəs belə bir əcayib bir şeylər alındı ki burada? Neysə heç nə olmaz uşaqlar. Yəni yazaq. Yenə də çox böyük ədədlər alınacaqdır uşaqlar. Bunun kvadrat yüksəltmələrimiz falan uzanacaq. Gəlin bunu belə yazalım. Bunu yazacağım. A'nın yerinə bura yazıram. %35 yazacağım. 135. B'nin də yanına yazacağım ki %65. 65. Təbii ki, bunları biz ixtisar eləyə bilərik 5'ə görə. Bu elədi 20'də 13. Buna biz 5'ə bölsək, bu 20'də 27 elədi. 20'də də 27 oldu uşaqlar. Yazalım. 5 vurulsun. 20'də 27'nin kvadratı çıxılsın. 8 vurulsun. Bu toplamaya çevirəcəkdir. Bu da mənfi var axı uşaqlar. Toplamaya çevriləcək. 20'də 27 vurulsun. 20'də 13. Bir də üstə gəlsin. 3 vurulsun. 20'də 13'ün nəyi kvadratı? Baxın. 5 vurulsun. 400 bu oldu. Bu da 27'nin kvadratı. Üstə gəlinsin. Bundan bunu 4'e görə xısayırsan. Bura 5. Bu 2 ilə də bunun üstündə bura 10. Nə oldu? 50'də 27 vurulsun 13. Üstə gəlinsin. Burada 3 vurulsun. Burada 400'dür. Burada 169 elədi uşaqlar. Nəsə belə bir acayip bir şey alındı. Neyse alınsın. Neyini ehtar. Uşaqlar baxın burada neynəməliyik indi biz? Burada mən bunu hər tərəfini vuracağım 8'ə. Niye 400 olsun da? Burada 5 vurulsun. Burada 400'də. 5 vurulsun 27'nin kvadratı. Üstə gəlinsin. 27 vurulsun. 13 vurulsun. 8 və bir də üstə gəlinsin. 3 vurulsun 169 olacaq uşaqlar. Belə bir şeylər alındı. Bunu biz hesablamalıyıq. Hesablayaq. Buradan 27'nin kvadratını tapasıq uşaqlar. 27'yi 27'yə vursaq. 49.
4 yadda 14, 18, 4, 5. Neçə oldu? 9, 2, 729. 729'u bir de 5'e vurmalıyıq. 5'e onda 45, 5 yazalım. 4 yadda burada 4, 35, 36. Bu elədir belə. 3645. Üstə gəlinsin. İndi biz uşaqlar bunları toplamalı, vurmalıyıq. Bunu toplasaq. Bunu kalkülatorda indirəcəm uşaqlar. Çox vaxtımız gedir. Zaten bu adi hesablamadır da bu öyle. Yani belə kalkülatorda yazmamın məncə heç bir şey yoxdur da yani. Sizin üçün də ümid edirəm ki problem olmaz. Məsələn, vaxtımız getməsin deyirəm. Bu elədi. 2808 elədi bu. Sonra burada 169 vurulsun. 169 vurulsun 3. Bu da 507 elədi. Şimdi gəlin bunları toplayaq inşallah. Üstə gəlinsin 2808. Üstə gəlinsin 3645. 645. Aha, baxın. Toplayanda da nəsə belə bir şey anlar inşallah. 6960 bölünsün 400. Bundan bu gedər. Gəlin bunu bölən görək 400'e ne olur? Bölünür. 17 tam onda 4 elədi aşağılar. Çox ama biraz uzun misaldır da. Daha konkret edilə versə yaxşı olardı. Nəysə daha. Yəni əsas odur mahiyyət burada. Birinci sadələşdirməmiz lazım. Sonra da yazmamız. Gəlin B variantına baxaq. Ne olur burada? 4y kvadratı çıxılsın 4xy. Üstə gəlsin x'in kvadratı. Üstə gəlsin y'in kvadratı. Üstə gəlsin 4xy. Yani görüyorsunuz burada indi 4x'la gedəcək bax sana. Baxın bundan bu gedir. Görüyorsunuz sadələşdi biraz bu. 5y'in kvadratı üstə gəlsin 5x'in kvadratıdır. Əla. Buradan 5'ləri mötərizə xaricləşsə bu rahat oldu bax uşaqlar. Bu daha sadə oldu bax. İndi baxın bu rahat konkret ala biləcək. Burada yəni mənfi 1/4'ün kvadratı üstə gəlsin 1/2'nin kvadratına. Burada necə yazılır? 5 vurulsun bu elədi 1/96 üstə gəlsin 1/44. Burada nə elədi uşaqlar? 0. Gəlin bunu toplayalım. 1/44 0 4 3 3/4 yani 5 vurulsun 3/4. Burası 0 burada 17. 17 tamam uşaqlar gördünüz. Yani bayaqki biraz nəsə uzun oldu ama bu rahat şəkildə. Aslında belə olmalıdır. Daha konkret olmalıydı. Belə 11-ci suala baxsaq, deyir ki, aşağıdakı təkliflərin dəyişənin istənilən notar qiymətinə doğru olduğunu göstərin deyir aşağılar. Təbii ki, biz buranın müxtəsərləmə düsturu tətbiq eləməliyik 11-ci suala. Gəlin edəyin aşağılar. Bu təbii ki, bir bunun çıxmasını yazacağım. Ve bir de toplanmasını. Bu mənfiyə görə işarə plusa çevrildi. Bu böyle bir şey oldu uşaqlar. Bundan bu getdi 2 vurulsun. Bundan da bu getdi vurulsun 2A. Yani 4A. Aşağıda 4 vurulsun A. Sizce 4'e bölünər mi? Təbii ki. Çünkü bu vuruq vardı. 4 ilə 4 xısa getdi A qaldı. Hə, yəni 4 vur A diye bir vuruq varsa təbii ki 4'e bölünməz. Bu isbat da yadı aşağılar. Əla. Keçdik B variantına. Bu B variantı eyni qaydadadır. 11'in B variantı ne olur aşağıda? 5x üstə gəlsin 1 çıxılsın 2x üstə gəl 1 olacaq. Və bir de 5x üstə gəlsin 1 üstə gəlsin 2x çıxılsın 1 olacaq. Buradan 3x üstə gəlsin 2 və bir də vurulsun 7x olacaq. Baxın uşaqlar, bu yenə də 7 vuruğu var. 7 vuruğu varsa bu 7'ye bölünəcək də aşağılar. Əsas odur mənə 7'ye bölünməsi lazım. Deməli, bunu da ispat elədi uşaqlar. Baxın bu şəkildə oldu. Gəldik nəyə? Deyir ki, çoxədliyə çevir deyir aşağı. Vurub açmalıyıq da uşaqlar. Çoxədlinin çoxədliyə vurulması qaydası ilə. Gəlin vuraq. Nə olur? Bunu buna vurmalıyam. A kubu. Üstə gəlsin 2A'nın kvadratı. Çıxılsın 7A. Çıxılsın 14. Çıxılsın aç mütərizə mənfiyə görə. 2A kvadratı. Çıxılsın 28A. Çıx 1. Üstə gəlsin 14. A kubu üstə gəlsin 2A kvadrat. Çıxılsın 7A. Çıxılsın 14. Çıxılsın 2A kvadrat. Üstə gəlsin 28A.
Burada bir A'dır. Üste gel A çıxılsın 14 olacaq. Bununla bu getdi. Burada A kubu mənfi bu ikisini toplayana 29. 29'dan 7 çıxan neçə uşaq? 22A. Buradan da mənfi 14 ilə mənfi 14 toplayanda da elədi 28. Baxın uşaqlar, çox ədliyə çevirdikmi? Bəli. Yəni bu şəkildə oldu. Bunu da uşaqlar vurub açmamız lazım. Vurub açalım. Baxaq görün nə gəlir başımıza. Bura B variantıdır. 12'nin B variantı. 12'nin B variantı. Dedi bura 2 çıxılsın. Üstə gəl 4x çıxılsın x. Çıxılsın 2x'in kvadratı. Üstə gəlinsin x'in kubu. Çıxılsın 3x. Üstə gəlinsin x üstü 4. Çıxılsın 3x'in kvadratı. İndi baxın aşağılar. Nə var burada? 2 qalır. 4x'dan x çıxanda. 3x'dan 3x çıxanda getdi. Bundan bunu çıxanda. Olacaq nə? Mənfi çıxılsın olacaq da 5x'in kvadratı. Üstə gəlsin x'in kubu. Üstə gəlsin x üstü 4 şəklini alacaq. Burada bizdə oldu nə? Çox hədli şəklini aldı uşaqlar. Gəldik 13-cü suala. 13-də də kublar cəmi düsturudur uşaqlar. Necə idi? Gəlin yada salağın. A kubu üstə gəl B kubu. A üstə gəl B. A kvadratı minus AB üstə gəlsin B'nin kvadrat şəklində olacaq uşaqlar. Elə deyilmi? Baxın, mən bunu yaza bilərəm ki, 13'ün A variantını yaza bilərəm ki, 0,3 A'nın kubu üstə gəlsin 1'in kubu. Yazırıq. 0,3 A üstə gəl 1. Sonra 0,3'ün kvadratı 0,9 A kvadratı çıxılsın 0,3 A üstə gəlsin 1 olacaq. Məsələn, B variantına baxsaq. M kubu çıxılsın 0,2 N'in kubu. Nə olacaq uşaqlar? M çıxılsın 0,2 M'in kvadrat çıxılsın 0,2 M N. Bir də üstə gəlsin 0,4 N kvadratı şəklini alacaq. Gəldik C variantına. X üstü altını yazıram. X kvadratının kubu. Bunu yazıram 0,4 Y kubunun kubu. Olur buradan. X'in kvadratı çıxılsın 0,4 Y'in kubu. Buradan x üstü 4 çıxılsın 0,4 x kvadrat Y'in kubu. Və bir də üstə gəlinsin 0,16 Y üstü 6 olacaq uşaqlar, değil mi? Bu da belə. Bu da belə. Balacala dağın yerləşmir bura. Misallarımız böyüyür get-gedə. Gəldik D variantına. Necə eləyə bilərik uşaqlar? Bunu yaza bilərəm 4'də 1'in kubu. Burada da B üstü 4'ün kubu. Nə oldu uşaqlar buradan? 4'də 1 çıxılsın B üstü 4. 4'də 1'in kvadratı 16'da 1. Sonra 4'də 1 B üstü 4 üstə gəlsin. B üstü 8 şəklini alacaq. Sonra gəldik bura. Burada yerlərini dəyişəyinə uşaqlar. Bunu yazıram. Baxın 27'də 8 değil mi? Bunu yazıram. 3'də 2'nin kubu çıxılsın A üstü 5'in nəyi? Kubu. Nə oldu buradan? 3'də 2 çıxılsın A üstü 5. 3'də 2'nin kvadratı 9'da 4. Burada artıq üstəgə olacaq da, değil mi aşağılar? 3'də 2 A üstü 5 bir də üstə gəlinsin A üstü 10 şəklini alacaq. Çıxmada bu şəkildə olmalıdır, değil mi? Burada toplama olmalıdır. Mən səhv etmişəm. Burada da toplama olmalıdır. Çıxmaya diqqət eləməmişəm orada. F variantında uşaqlar bu neçə deməkdir? Bu 8'də 27'dir uşaqlar. Bunu necə yaza bilərəm mən? F'də. 2'də 3x üstü 4'ün kubu üstə gəlsin B üstü 5'in kubu. Nə oldu burada? 2'də 3x üstü 4 üstə gəlsin B üstü 5. Sonra bunun kvadratı oldu 4'də 9x üstü 8 çıxılsın 2'də 3 x üstü 4 B üstü 5. Bir də üstə gəlsin B üstü 10. Bu şəkildə olmalıdır uşaqlar. Belə. Gəldik nəyə? 14-cü suala. 14-cü suala. Deyir ki, aşağıdakı tərkiblərin doğru olduğunu araşdırın deyir aşağılar. Gəlin araşdırağın. Araşdırağın. Deyir ki 14'ün A variantını.
yazağım. 14A. Ne yazmalı bu? Kublayacağım. Yazmalı ki 41 üstə gəlsin 17. Sonra 41'in kvadratı çıxılsın. 41 vurulsun 17 üstə gəlinsin. 17'nin kvadratı. Budur ki, uşaqlar bunu biz sadələşdirsə bura 58 vurulsun. Bunlara dəymirəm uşaqlar. Səbəbini də deyəcəm niyəsini də. Niyə dəymirik? Çünki budur ki 58'ə bölünən. Böl 58'ə. Bununla bu getdi mi ixtisar? Bölündü də uşaqlar. Əla. Bu şəkildə deməli isbat elədi uşaqlar. Keçirəm məsələn B variantına. Burada necədir? Yazmalıyam 53 çıxsın bu 125'i 5'in kubu yaza bilərəm. 5 burada da 53'ün kvadratı üstə gəlinsin. 53 vursun 5 üstə gəlsin 5'in kvadratına. Burada uşaqlar baxın. 53'dən 5 çıxsam nə olar? 53'dən 5 çıxsa 48 mi eləyir? Bəli. 48 vurulsun bu ifadədə. 53'ün kvadratı üstə gəlsin 53 vurulsun 5 üstə gəlsin 5'in kvadratı. Bölünsün 24. Bölünər mi 24'ə? Bununla bu getdi gördünüz bölündü uşaqlar. Deməli bu da doğruymuş da. Əla. Məsələn C variantına da baxsaq. C variantına da. Eyni şəkildə uşaqlar. Nə yazmalıyıq? Yazmalıyıq 66 üstə gəlsin 34 və bir də 66'nın bu hissəni heç yazmıram maşallah. Lazım da deyil. Bunları toplayanda neçə 80. Elə deyil mi? Əla. Toplayanda nə oldu? 80 yox. 80 neydi? Estağfurullah. 100. 100 oldu aşağılar. Burada da baxın 66'nın kvadratı çıxılsın 66 vurulsun. Aha neydi? 34. Bir də üstə gəlsin. 34'ün kvadratı. Uşaqlar. Burada 400 lira değil mi? 400. Bununla bunu qısa elədim. Burada nə qaldı? 4. İndi baxın. Burada biraz fərqlidir də sual. Burada sən yazmalısan ki, baxın 66'nın kvadratı çıxılsın. 66 vurulsun. 34. Üstə gəlsin 34'ün kvadratı bölünsün 4'dür. Mən bunlar ayrı-ayrı kəsirlərdə yazsam aşağılar. Ayrı-ayrı kəsirlərdə yazsam. Yazmalıyam da. Bölmək üçün bu şəkildə bölməliyəm. Sizcə bunların hər biri 4'ə bölünərmi? Bölünər. Niyə? Çünki bu 66 vur 66'da 4 vuruğu var. Bu 66 vurulsun 34'də də var da. Bunun da içində 2 vuruğu var. Bunun da içində 2 vuruğu var. O da 2 ilə 2'nin hansı 4'dən gedəcək. Burada da baxın aşağılar 66 vurulsun 66'da 2 vur 33, 2 vur 33 yaza bilərəm də. 2'lər getdi bununla. Burada da 34 vur 34'ün içində də 2 vur 17'lər var. Burada da getdi. Deməli tam bölündü bax uşaqlar. Əla, deməli bu şəkildə olmalıdır. Keçən 15-ci suala uşaqlar deyir ki, hasilini standart şəkilli çoxhədliyə çevirin. B-nin hansı qiymətində deyir ki, çoxhədlisin x kvadratı həddi iştirak etməzdir uşaqlar. Gəlin baxaq görə bu iki variantlıdır uşaqlar bu sualımız. Burada uşaqlar biz bu ifadələri vurub açmamız lazım değil mi uşaqlar? Bunu buna vurmalıyam. Elə deyil mi? Baxın bu ifadəni buna vurmalıyam. Bunu buna, bunu buna, bunu buna. Bu şəkildə. X kvadratını B-yə vuranda olacaq B x-in kvadratı uşaqlar. Sonra birinci x kvadratını 2x-ə vurmalıydı uşaqlar. Oldu 2x-in kubu. Sonra üstə gəlsin B vurulsun x-in kvadratı. Sonra mənfi 10'u 2'yə vursam mənfi 20x-in kvadratı. Sonra mənfi 10 b2. Sonra üstə gəlinsin 6'nı 2'yə vursam 12x və bir də üstə gəlinsin 6 b şəklini alacaq. Deyək ki uşaqlar baxın x kvadratının həddi iştirak eləməsin. Baxın burada uşaqlar mənfi 20 var. Yəni mənfi 20 x-in kvadratı çıxılsın. Bir də bu var da uşaqlar. Baxın bu ikisi var. Bu ikisini sıfıra çevirməliyəm. Mən bura islah olmalıdır da. Yəni mən B-yə nə yazsam islah olar uşaqlar. Deməli B bərabərdir 20 olsaydı, B bərabər 20 olsaydı. Baxın uşaqlar, müsbət 20x kvadratı ilə mənfi 20x kvadratı bir-birinə nə olar? İslah olardı. Deməli cavabımız B olacaq neçə? B-nin 20 qiymətində. Mesela B'nin hansı qiymətində deyil? Burada olacaq B bərabərdir 20. Sonra nə deyir burada? X kvadratı və x-in əmsalları bərabər olsun. Baxın uşaqlar, x kvadratı və x-in. X-in əmsalları burada nədir? Məsələn, baxın. Burada baxın uşaqlar, x kvadratının əmsalı B çıx 20'dir. Görürsünüz də B çıx 20.
Bunun əmsalı isə mənfi 10b üstə gəlinsin 12-dir. Bunlar nə olmalıdır bir-birinə bərabər? Bunu bu tərəfə keçirsək, b üstə gəlinsin 10b bərabərdir 12 üstə gəlinsin 20-yə. Buradan 11b bərabərdir. Nə oldu buradan? 32-yə. Buradan b də bərabərdir. 32 bölünsün 11 şəklini alacaq uşaqlar. Bu da b ilə. Sonra gəldik nəyə? 16-cı sualdır ki, vuruqlara ayır deyir uşaqlar. Şimdi baxın uşaqlar, bunu çox ədli kimi yaz demir. Vuruqlara ayır deyir. Onda mən, baxın 16-nın A variantını belə yazmalıyım. A üstə gəl 7-nin kubu çıxılsın 4-ün kubu. Bunu biz A kubu üstə gəl, A kubu minus B kubu kimi yazsaq nə olar? Birinci A üstə gəl 7 çıxılsın 4 olar. Sonra A üstə gəl 7-nin kvadratı. Burada çıxma üstə gəlinsin 4 vurulsun A üstə gəl 7 və bir də üstə gəlinsin 4-ün kvadrat şəklində olacaq. Buradan A üstə gəlinsin, uşaqlar baxın A üstə gəlinsin. Burada 3 olacaq. Sonra mən bunu vurub başlasam uşaqlar. A kvadrat üstə gəlinsin 14, A üstə gəlinsin 49, üstə gəlinsin 4, A üstə gəlinsin 28, üstə gəlinsin 16 şəklində olacaq. Buradan A üstə gəl 3 olacaq. Buradan A kvadratı. Bununla bunu toplayacaq. Üstə gəlsin 18A olacaq. Sonra bununla bunu toplasaq uşaqlar 77. 77-nin üstədən 16 gəlsək 93 şəklini alacaq. Baxın uşaqlar vuruqları ayırdıq. Yəni vuruq kimi göstərdik uşaqlar. Bu da belə gəldi bura. Baxın B variantında da eyni qaydalardan istifadə etməliyik. 9B üstə gəlsin 5-in kubu çıxılsın 3-ün kubu. Nə olacaq uşaqlar? Baxın gəlin bunu altdan yazalım. Buraya yerləşməyəcək. Olacaq uşaqlar. Baxın 9B üstə gəlsin 5 çıxılsın 3. Sonra 9B'nin kvadratı nə olur uşaqlar? 81B kvadratı. Sonra üstə gəlsin 3 vurulsun 9B üstə gəlsin 5-ə. Və bir də üstə gəlsin 3-ün kvadratı nə olacaq? 9 şəklini alacaq. Buradan 9B üstə gəlinsin 2-yə. 81B kvadrat üstə gəlsin 27B üstə gəlinsin 15 üstə gəlsin 9 alınacaq. Buradan da 9B üstə gəl 2 oldu. 8B kvadratı üstə gəlsin 27B və bir də üstə gəlsin 24 şəklini alacaq uşaqlar. C variantına baxsaq uşaqlar burada biz nə edə bilərik? Mən təbii ki baxın burada belə yaza bilərəm. Bunu C kvadratı yazaram. Bu C variantı. Bunu da vurulsun. C minus 6-nın baxın uşaqlar C minus 6-nın kubu yaza bilərəm. Deyim, baxın bir dənə C bu şəkildə. Bunu da yaza bilərəm ki 5C kubunun kubu yazaram. Baxın uşaqlar mən bunu sadələşdirsəm C kubu minus 6C'nin kvadratının kubu olar. Burada olar ki 5C kubunun kubu. İndi bunu yazdığımız zaman baxın C kubu çıxılsın 6C çıxılsın 5C kubu yazacağım. Birinci sonra bunun C kubu minus 6C kvadratının kvadratı üstə gəlinsin 5C kubu vurulsun C kubu çıxılsın 6C'nin kvadratı və bir də üstə gəlsin 5C kubunun nəyi kvadratı. Əla. İndi baxaq uşaqlar. Bundan bunu çıxanda mənfi 4C kubu çıxılsın 6C'nin kvadratı olacaq uşaqlar, elə deyilmi? Burada biz bunu vurub açsaq C üstü 6 çıxılsın 12C üstü 5 bir də üstə gəlsin 36 C üstü 4 üstə gəlsin 5C üstü 6 çıxılsın 30 C üstü 5 və bir də üstə gəlsin 125 C üstü 6 şəklini alacaq uşaqlar. Bunu da biz sadələşdirsək. Burada uşaqlar baxın bu C üstü 6'nı 125 C üstü 6'nı söyləsək 126 C üstü 6 olacaq. Bu C bu 12C ilə 30C ilə söyləsək buradan 42 C üstü 5 üstə gəlsin 36 C üstü 4 və bir üstə gəlsin 5 C üstü 6 da burada varmış uşaqlar. Baxın bunun üstüne bunu gəlməm. Bu 126 5 gəndə 131 olacaq uşaqlar burada. Bu və bir də bu. Bu şəkildə olmalıdır uşaqlar. Düzdür, biraz uzun misal oldu amma bu şəkildə deməli. Məsələn biz bura baxsaq D variantına baxsaq uşaqlar getməliyik. D variantında da uşaqlar yazıram. X kvadratı Y kubunun kubu
Bunu yazıram 4x'in kubu. Bu necə yazmalıyım? Baxın uşaq x kvadrat y kubu çıxılsın 4x. Sonra birincinin kvadratı x üstü 4, y üstü 6. Sonra bir ikisinin hasili 4x kubu y kubu olur. Ve bir de ikincinin nəyi? Kvadratı 16. Bu tabii ki toplama olacaq uşaqlar x kvadrat. Əla uşaqlar baxın. Bu biraz rahat oldu. Bu şəkildə yaza bilərik. Bax indi burada ne yazmalıyıq? Fərz edin bu A-dır, bu B-dir. A kubu minus B kubu biraz uzun olacaq. Baxın belə olacaq. Birinci 2x üstə gəlsin y çıxılsın 2x. Burada üstə gəl y olacaq mənfiyə görə. Sonra birincinin kvadratı yəni 2x üstə gəlsin y-ın nəyi? Kvadratı. Sonra bunların hasili. 2x üstə gəlsin y-ı 2x minus y-a vurmalıyım və bir də üstə gəlinsin 2x minus y-ın kvadratı şəklində olacaq. Burada bunlar getdi. 2 vurulsun y-a. Oldu mu? Burada nədir? 4x kvadrat üstə gəlsin 4x y və bir də üstə gəlsin y-ın kvadratı. Bu müxtəsəmə üstə olduğuna görə 4x kvadrat çıxılsın üstə gələ çevriləcək. Və bir də üstə gəlinsin 4x'in kvadratı minus 4x y və bir də üstə gəlsin y-ın kvadratı şəklində olacaq. Baxaq görək burada. Məsələn, bununla bu getdi. Bununla da bu getdi uşaqlar. Əla, nə qaldı burada? Bunları toplasaq, 1, 2, 3. Nə qaldı? 2 y vurulsun. 3 y-ın kvadratı üstə gəlsin 4x'in kvadratı. Nə olacaq? 6 y-ın kubu üstə gəlsin 8x kvadratı y şəklini alacaq uşaqlar. Əslində biz bunu bu şəkildə saxlamalıydıq. Bizə vuruqları ayın deyildi uşaqlar, deyilmi? Bu şəkildə qalmalıydı. İndi bu F variantı eyni bu şəkildədir uşaqlar. Birinci yazmalıyıq ki, 4x üstə gəlsin 5y, çıxılsın 4y, üstə gəlsin 5y, sonra birincinin kvadratı, nə olacaq yazıram? 4x üstə gəlsin 5y-ın kvadratı, üstə gəlsin 4x üstə gəlsin 5y və bir də 4x çıxılsın 5y və bir də üstə gəlsin 4x çıxılsın 5y-ın nəyi? Kvadratı. Burada bununla bu getdi. Burada elədi neçə? 10y. Bunu vuranda uşaqlar 16x'in kvadratı üstə gəlsin 40xy üstə gəlsin 25y-ın kvadratı. Bu da eləcə 16x'in kvadratı çıxılsın 25y-ın kvadratı üstə gəlsin 16x'in kvadratı çıxılsın 40xy bir də üstə gəlsin 25y-ın kvadratı şəklini alacaq uşaqlar. Gəlin baxaq görə burada oxşar var mı uşaqlar? Baxın bununla bu gedəcək. Başqa nə qaldı? Bax burada 1, 2, 3 dənə var. Yəni 10 vurulsun 3-dən ona 48x'in kvadratı və bir də üstə gəlsin 25y-ın kvadratı şəklində olacaq uşaqlar. Bu şəkildə olmalıdır. Sonra gəldik nəyə? Deyir ki, aşağıdakı verilmiş eyniliklərdən hansı səhvlərin olduğunu müəyyən edin deyir aşağı. 17-ci suala baxırıq. Burada uşaqlar baxın 17-nin A variantında. Biz bunu vurub açmalıyıq da A üstə gəlsin 2B-nin kvadratı. Necə olmalı? Birincinin kvadratı üstə gəlsin 2 vurulsun. Birinci vurul ikinci bir də üstə gəlsin ikincinin kvadratı. Nə oldu buradan? A kvadratı üstə gəlsin 4AB bir də üstə gəlsin 4B kvadratı. Baxın uşaqlar bizə nə yazıb amma? Özünüz baxanda görürsünüz də nələr səhv yazılıbdır deyə. Daha bir də mən demirəm uşaqlar. Bu şəkildə olmalıydı. B variantına baxsaq. Deyir ki, uşaqlar bunu kuba yüksəltmək lazım. Necə idi qaydamız? Birincinin kubu. Üstə gəlsin 3 vurulsun, birincinin kvadratı vurulsun, ikinci. Üstə gəlsin 3 vurulsun, birinci vurulsun, ikincinin kvadratı. Üstə gəlsin və bir də ikincinin nəyi? Kubu. Buradan m kubu. Üstə gəlsin 12, m kvadratı, m kubu. Üstə gəlsin 4-ün kvadratı 16, 16 3 çevrəndə 48. N kubu, m üstə gəlsin 64, n üstü 6 şəklini alacaq. Gəlin baxaq ki, nə yazıb burada. Baxın aşağılar. Burada n üstü 9 eləyəcək. Üzrü sayın. N üstü 9. İndi özünüz görürsünüz də burada. N üstünə burada yenə səhv elədim. N üstü 6 olmalıdır. Üzrü sayın. Burada səhv eləmişəm mən. Baxın uşaqlar. Səhvi baxırsınız da yəqin ki, bu hissədə səhvlər hansılardır. Buradan da görsənir. Daha bir də bir demirəm. Özünüz oradan baxarsınız. Sonra gəldik buna. C variantında isə mən bunu kvadrata yüksəltdiyim zaman 2x'in kvadratı çıxılsın, 2 vurulsun, 2x üstə gəlsin 3y və bir də üstə gəlsin 3y-ın nəyi? Kvadratı.
4x kvadratı çıxılsın 12x y üstə gəlsin 9y-ın kvadratı. Gəlin baxaq gör nə yazıbdır. Aha, baxın aşağıya görürsünüzmü? Burada 4 olmalıydı, burada 9 olmalıydı. Aha, gəldik D variantına. D variantında isə aşağıya mən bunu yaza bilərəm ki 3a kvadratının kubu üstə gəlsin 2b kubunun kubu. Sonra bunun açılışı necə idi aşağıya? Birinci olduğu kimi kubsuz halını yazırdı. Sonra birincinin kvadratı 9 a 4 çıxılsın bunların hasili 6a kvadratı b kubu və bir də üstə gəlinsin bunun kvadratı 4b üstü 6 şəklini alacaq uşaqlar. Gəlin baxaq görək nə yazıb. Baxın bir dənə özləri atı burada qarışdırıblar uşaqlar. Bu şəkildə düzəltdik. Nə deyir? Deyir ki düzbucaqlının keçirik 18-ci suala uşaqlar. Deyir ki düzbucaqlının enini kvadratın tərəfindən 10 cm, uzunluğu isə kvadratın 10 cm. Düzbucaqlının eninin kvadratın tərəfindən 10 cm qısa bir dənə düzbucaqlı var. Bu kvadratdır, bu da olsun düzbucaqlı. Deyir ki düzbucaqlının eninin kvadratın 10 cm qısa tərəf. Eni 10 cm qısadır. Mən biraz böyük çəkmişəm. Gəlin bunu biraz balaca çəkəyim, belə bir şey olsun da. Bura əgər, bax, düzbucaqlının eni kvadratın tərəfindən 10 cm qısadır. Bura A-dırsa, bura A-10'dur uşaqlar. Uzunluğunu isə kvadratın tərəfindən 10 cm uzundur. Burada A üstə gəl 10'dur. Əla. Deyir ki, düzbucaqlı kvadrat sayılarını müqayisə edin deyir aşağıda. Təbii ki bu nədir? Bu A-A'dır. Burada da belə. Burada uşaqlar baxın A kvadratı belədir. Bu sayısını tapsam budur. Burada S kvadrat yazıram A kvadrat. Bəs S düzbucaqlı nədir? A-10 bir də A üstə gəlsin 10'dur. Bu müxtəsərlə yazsaq A kvadratı minus 10 oldu. Baxın aşağıya kvadratın sayısı daha böyük olur. Niyə? Bu A kvadratıdır. Bu isə A kvadrat çıxılsın 10'dur. Sizcə hansı böyük olar? Burada A kvadratından bir də 10 da çıxıbdır uşaqlar. Ona görə bu şəkildə olmalıdır. İndi baxsaq uşaqlar burada. Gəldik 19-cu suala. 19-cu sualda uşaqlar baxın bu müxtəsər vurmadır. Hansı müxtəsər vurmadır uşaqlar? A kvadratının kubu üstə gəlin B kvadratının kubudur. Bax uşaqlar bu. Özü də baxsaq görəcək. Yəni burada nə oldu? A üstü 6 üstə gəlsin, B üstü 6 şəklində olacaq. Bəs bu nədir uşaqlar? Bu da A kvadratı minus B kvadratının açılışıdır. Baxın yazıram. A üstü 6 üstə gəlsin, B üstü 6. Çıxılsın bunu yazanda A kubunun kvadratı, bax yazıram. A kubunun kvadratı çıxılsın B kubunun kvadratı bərabər 2B üstü 6'ya. Buradan A üstü 6 üstə gəlsin, B üstü 6 çıxılsın. Buradan A üstü 6 üstə gəlsin, B üstü 6 bərabərdir 2B'nin üstü 6 oldu. Baxın bununla bu getdi. B üstü 6 ilə B üstü 6'ını toplasam 2B üstü 6 bərabər 2B üstü 6 oldu. Bax uşaqlar. Deməli eynilik bərabər oldu. Bizə nə deyir uşaqlar? Deyir ki bunu çoxhədliyə çevirdir. Yəni hasilə çevirir. Daha doğrusu çoxhədlini hasilə çevirir aşağıya. Təbii ki biz bunu necə eləyə bilərik? 20 variantı. 2'ni mütərizə xaricə çıxardarıq. X üstü 8 çıxılsın. 6x üstü 4 üstə gəlsin 9'dur aşağıya. Bu da belə bir şey olacaq. 2 bu olacaq. X'in üstü 4 çıxılsın 3'ün kvadratıdır. Baxın aşağıya. Bu düsturdur. Bax o. Özü də baxsaz görəcəksiniz uşaqlar. Bu düstur, bunun açılışıdır. Sonra isə burada da bax uşaqlar. Mən nə edə bilərəm? Baxın. Yəni də buradan 2'ləri mütərizə xaricdən çıxarsam B variantında olur. Buradan x üstü 6 üstə gəlsin. Nə oldu? 4 y-ın kvadratı üstə gəlsin. 4x kubu y oldu. Uşaqlar baxın. Belə. İndi biz buradan nə edə bilərik? Bax indi bu nəyin açılışıdır? 2 vurulsun. Bu x kubu üstə gəlinsin. X kubu. Aslında biz bunun yerlərini dəyişməliyik uşaqlar. Belə olmayacaq. Bununla bunun yerini dəyişsək, baxın. Bununla bunun yerini dəyişsək, uşaqlar 4x kubu y üstə gəlinsin. 4y-ın kvadratı. Baxın aşağıya bu olacaq. 2 vurulsun x kubu üstə gəlinsin.
2y-ın kvadratı şəklində olacaq. Bax uşaqlar. Bu şəkildə olmalıdır. Sonra məsələn C variantına baxsaq, buradan da uşaqlar nəyi mütəzə xaricdən çıxarda bilər? Gəlin x-ları çıxardaq uşaqlar. X-i çıxartdığım zaman C variantı nə olur? 4 üstə gəlsin. 4y üstü 6 və çıxılsın y üstü 12. İndi baxın uşaqlar, mən burada x-i vurdum. Bu 2-dir, çıxılsın y üstü 6-nın kvadratı. Bu 2. 4'ün kvadratı, bu 2'nin kvadratı. Bunu da yazıram. Y üstü 6'nın kvadratı. Bir bunu, bir de bunu götürməliyəm də. Baxın, bu şəkildə olmalıdır. Burada mənfi x-i çıxarsaq, hətta mənfi x, y-i çıxardıram. Nə qalır burada? X-in kubu. X-i çıxartmayaq aşağı. X-i çıxarsaq, mənfi y-i çıxardağım. X üstü 4 çıxılsın. Üstə gəlsin 6. X-in kvadratı, y-in kvadratı, bir də üstə gəlinsin 9y üstü 4. Əla bax uşaqlar. Mənfi y, bu elədir x-in kvadratı, üstə gəlinsin 3y kvadratının kvadratı oldu bax uşaqlar. Yəni bu şəkildə olmalıdır. Gəldi 21-ci sual. Deyir ki, bunu vuruqlara ayrım deyir uşaqlar. Təbii ki, bu ikisini bir qruplaşdırmalıyam, bu ikisini də bir. Zaten biz vuruqların ayırma xassəsini bilirik uşaqlar. Buradan 3a-nı çıxarsam nə qaldı? Burada a kvadratı minus b kvadratı. Burada isə b-ni mütərizə xaricdən çıxarsam a kvadratı minus b kvadratı oldu. Buradan a kvadratı minus b kvadratını saxladım. 3a üstə gəlsin b oldu. Bunu da biz necə yaza bilərik? A minus b, a üstə gəl b və bir də 3a üstə gəlsin b şəklində yazmaq olar. Gəldik bura. Uşaqlar, baxın burada da nə edə bilərəm? Baxın, bu ikisini bir qruplaşdıracağım, bu ikisini bir. Və buradan x üstü 4 çıxılsın 3x kubu yazıram. Buradan da bu ikisini bir qruplaşdıracağım. Mən bunu 8x çıxılsın 24 kimi yazacağım. Bax uşaqlar, yerlərini dəyişdim. Burada x kubunu çıxartdıq, x minus 3 oldu. Üstə gəlsin 8-i çıxardığında burada da x minus 3 şəklini aldı. Buradan uşaqlar, baxın, x minus 3-ü çıxartdım mütərizə xaricinə. X kubu üstə gəlsin 8 oldu. Buradan x minus 3, bunu da x kubu üstə gəlsin 2'nin kubu kimi yazaram. Onda mən bunu yenə sadələşdirə bilərəm aşağı. Nə olar? X üstə gəlsin 2, sonra x-in kvadratı çıxılsın 2x, bir üstə gəlsin 4 şəklini alacaq uşaqlar. Bu da belə. Sonra gəldik 22-ci suala. Uşaqlar, baxın, burada tənliyi həll edin deyir. Burada da baxın, nə etməliyik? Qruplaşdırma. Bu ikisini bir, bu ikisini bir. Buradan x'in kvadratını çıxaranda x minus 2 olacaq. Buradan da x'i çıxaranda x minus 2 olacaq. Bərabər 0'a. Buradan da x minus 2'ni. Buradan da nə olur? X kvadratı minus 1 olur. Bərabər 0'a. Buradan x minus 2. Bunda x minus 1. Bu 1'in kvadratı. Bir de x plus 1 olacaq. Bərabər 0'a. Uşaqlar, baxın burada hasil nə zaman 0 olar? Nəyə vursam 0 eləyər aşağılar? Vuruqlardan ya biri ya da hamısı 0 olmalı. Ona görə bu ifadələrin hər birini 0'a bərabər eləyirəm. Baxın uşaqlar. Nə olur? Buradan x bərabər 2 olur, x bərabər 1 olur, x bərabərdir mənfi 1 olur uşaqlar. Məsələn, bura baxsaq uşaqlar, burada da mən bu ikisini bu ikisini bir qruplaşdım. Buradan y kvadratını çıxarsam mütərizə xaricinə. Y minus 6 olur, buradan da y minus 6 olur, bərabər 0'a. Nə deyim B variantında? Y minus 6 olur, burada da baxın uşaqlar, y kvadrat üstə gəlsin 1 olur, bərabər 0. Uşaqlar, baxın, heç vaxt bu y kvadrat üstə gəl 1 0 ola bilməz. Onda mən y minus 6'nı 0'a bərabər eləməliyim. Buradan y bərabər 6 eləyəcək. Yəni bu şəkildə olmalıdır. Sonra uşaqlar, bunları keçirəyim bu tərəfə, hamısını. Baxın, 4x kubu ilə x kubunu bir qruplaşdırıram. Bu 3 ilə də 3x kvadratını bir qruplaşdırıram. Buradan 4x'i çıxartdığım zaman x kvadratı minus 1 olur. Buradan da 3'ü çıxartdığımız zaman 1 minus x kvadratı olacaq uşaqlar. Baxın, bir-birlərinin əksi olur. Onda mən bunu x kvadratı minus 1 kimi yazıb qabana mənfi atacağım. Bu mənfi ilə bu toqquşana bura mənfi olacaq. Onda x kvadratı minus 1 burada olacaq. Bir də 4x minus 3 bərabər 0 şəklində olur. Buradan baxın uşaqlar, buradan x minus 1 yazaram, x plus 1 yazaram və bir də 4x minus 3 bərabər 0 yazaram. Buradan x bərabərdir 1, x bərabərdir mənfi 1 və bir də
4x minus 3 bərabər 0-a, 4x bərabər 3-ə, x də bərabərdir 3 bölünsün 4 şəklini alacaq uşaqlar. Bu da bizdə C variantı oldu. Gəldik D variantına. D variantında da uşaqlar baxın 2a kubu çıxılsın a kvadratı və bir də mənfi 18a üstə gəlsin 9 belə bir şey alındı. Baxın uşaqlar buradan a kvadratını götürsəm 2a minus 1 olacaq. Buradan da 9'u götürsəm 2a minus 1 olacaq. Bərabər 0'a. Buradan 2a minus 1. Buradan da a kvadratı minus 9 bərabər 0 olacaq. Buradan da 2a minus 1. A kvadratı minus 9'u biz a minus 3. A üstə gəl 3 yaza bilərikmi? Bəli. Buradan 2a minus 1 bərabər 0'a. A bərabərdir 2'də 1 olacaq. Buradan a bərabər 3. Buradan a bərabərdir mənfi 3 şəklini alacaq uşaqlar. Belə uşaqlar, mövzumuz bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun.